Kəskin dormuz və qaba kişi səsi eşidəndə yuxudan ayılan kimi oldu. "Körsən nədir?" Ətrafına yığışmış adamları və Moskviçdən çıxıb qəzəb dolu baxışlarla onu süzən yaşlı kişini yalnız indi gördü. Qəbahətini anlayıb utandığından deməyə söz tapmadı. Yazıq fikirliymiş. Kimsə bu sözləri canıyananlıqla dedi. "Gözün görmür?" Sürücü heç cür sakitləşə bilmirdi. Amma Talihə daha heç nə eşitmədi. Ağduman onu başdan ayağa kimi bürüyüb harayısa apardı. Ayılanda xəstəxanada idi. Həmin yaşlı sürücü yanındakı stulda oturub nəzərlərini ona zilləmişdi. Talihəyə elə gəldi ki, kimsə başının üstündə dayanıb küt bir alətlə onun beynini döyəcləyir. Ağrı onu halsız etmişdi. O, nə baş verdiyini öyrənmək üçün soruşdu. "Mənə nə olub?" "Xoşbəxtlikdən yaxşı qurtarmısınız." Gənc, yaraşıqlı həkim qız ona yaxınlaşdı. Yüngül beyin silkələnməsini nəzərə almasaq, hər şey qaydasındadır. Həkim sürücüyə nə isə işarə edib otaqdan çıxdı. Himcimi Talihə hiss etdi və bu onun qanını qaraltdı. Bu dəfə sürücü mülayim səslə dilləndi. "Bacı, mən qaçqınam, bir çətən külfətim var. 1 il işsiz qalandan sonra təzəlikcə işə düzəlmişdim. Məni işə saldın. Hər nəysə, olan olduğu keçən keçdi. Məni balalarının başına çevir." Talihə heç nə başa düşməyib soruşdu. "Məndən nə istəyirsiniz? Nə etməliyəm?" "İndi müstəntiq gələcək. Səndən ifadə alacaq. Ona deyərsən ki, keçiddən qırmızı işıqda keçmisən. Yaxşımı?" "Yaxşı." Bu enli sifət, kəntöy adam nədənsə onun əsəblərinə təsir edirdi. İndi o, Talihəyə nə desəydi edərdi. Təki əl çəksin, təki onu danışdırmasın. Beyni dumanlı, fikirləri qarışıq idi. "Mümkünsə indi məni sakit buraxın, yorulmuşam." Bu sözləri az qala yalvarışla dedi. Sürücü otaqdan çıxanda sağ tərəfdəki çarpayıda uzanmış yaşlı qadın mehriban səslə dedi. Ay bala, bəxtin olsaydı səni milyonçu maşını vurardı. Bala kasıbçılığını edərdin." Sonra Talihənin solğun bənizinə baxıb təəssüflə davam etdi. "İndi səni o qədər sorğu-suala tutacaqlar ki, ağrıların gözünə görsənməyəcək. Canın boğazına yığılacaq." "Nədən bilirsiniz ki?" "Məni də sənin kimi maşın vurub. 1 aydır ki, gəlib gedənlərin əlində əsir yesir olmuşam." Talihə çəkmələrini haçan ayağına keçirdiyini, pencəyini geyinib otaqdan necə çıxdığını, xəstəxananın uzun dəhlizindən keçib pilləkənləri necə düşdüyünü bilmədi. Başındakı dəhşətli ağrı indi onu maraqlandırmırdı. Talihin qızlarının narahat olacaqlarını, fikir çəkəcəklərini düşünəndə qərarsız olurdu. Həm də yaman yorulmuşdu. İstədiyi yalnız sakitlik idi. Bilirdi ki, başını balışa qoyan kimi yuxuya gedəcək. İndi o heç nəyi yatmaq qədər arzulamırdı. Amma həyatında ilk dəfə idi ki, doğma evi onu çəkmirdi. Ayaqları Talihəni hara isə başqa yerə aparırdı. Bu yerin səmti, istiqaməti ayrı idi. Hara, niyə getdiyinin fərqinə varmırdı. Eləcə yol ölçür, küçələri dolaşırdı. Elə köməksiz idi ki, özünə yazığı gəldi. Bir tərəfdən qəmli fikirlər, o biri tərəfdənsə acılıq onu haldan salmışdı. Amma cibindəki pula metroya minmək üçün bircə jeton almaq mümkün idi. Ürəyində, adamı adam eləyən paradır, parasız adamın üzü qaradır, deyib acı-acı güldü. Son vaxtlar həyat onun üçün işgəncəyə çevrilmişdi. Ürəyini xoş hisslərlə dolduran heç nə tapa bilmirdi. Sevinç, fərəh ondan gen düşmüşdü. Hərdən ona elə gəlirdi ki, bu duyğularla yerli-dibli tanışlığı olmayıb. Varlığına çökmüş acı kədər onu tərk etmirdi. O, heç kəslə görüşmək istəmirdi. Xasiyyəti də dəyişmişdi. Tez-tez heç nədən özündən çıxırdı. Qızları əri ilə əvvəlki kimi mehriban davrana bilmirdi.
Hər şeydən inciyirdi. Az qala hər söz, hər hərəkət xətrinə dəyir, onu hövsələdən çıxarırdı. Qəfildən başlarının üstünə almış səfalətin gətirdiyi ağır acıları saf çürük edir, bu vəziyyətə niyə düşdüklərini özü üçün aydınlaşdırmağa cəhd edir, çıxış yolu axtarırdı. Beləcə, fikirlər labirintində dolaşıb qalırdı. Əli istər-istəməz qələmə uzanırdı. Yazır, yazırdı. Artıq 6 ay idi ki, Talihə işsiz idi. Neçə illər fasiləsiz çalışdığı qəzet maddi çətinliklər üzündən bağlanmışdı. Bakının işsizlər ordusuna onların 40 nəfərlik kollektivi də qarışmışdı. Talihə uzun illər idi ki, qəzetdə ədəbi işçi işləyirdi. Qəzet işini sevir, ondan zövq alırdı, imzası tanınırdı. Onun hər məqaləsi hadisəyə dönür, əks-səda doğururdu. Onlarca kitabını da burada çalışa-çalışa yazmış, çap etdirmişdi. Ona görə də indi qəzetin bağlanması ona dəhşətli faciə kimi görünürdü. Əslində son bir ildə kollektivin bütün üzvləri kimi o da redaksiyanın fəaliyyətsiz qalacağı günün uzaqda olmadığı fikri ilə yaşamışdı. Çoxdan heç kəs əmək haqqı almırdı. Vaxtilə 100 minə yaxın oxucusu olan gündəlik qəzet indi həftədə 10 gündə bir dəfə çap olunurdu. Borcu xərcini ödəmirdi, amma buna baxmayaraq hamı hər gün işə çıxırdı. Hər kəsin ürəyində bir ümid qığılcımı közərməkdə davam edirdi ki, əvvəlki gür, coşqun redaksiya həyatı yenidən başlanacaq. Amma günlər uzanır, həftələr aylara çevrilir, həmin gün gəlib çıxmırdı ki, çıxmırdı. Bir gün redaktor kollektivi yığdı və hamıya elan etdi ki, daha qəzet çıxmayacaq. Maliyyə imkanları tükənib. Bu sözləri o qəhərli dedi. Talihənin həyatında bundan ağır gün olmamışdı. Üstündən aylar keçməsinə baxmayaraq, o hələ də həmin günün təsiri altında idi. Amma ilk günlər ürəyinin hansısa güşəsində qəribə bir arxayınlıq hissi də var idi ki, işsiz qalmayacaq. Köhnə qəzetlərin ömrünün bitdiyi, onların yerində onlarca yenisinin yarandığı, peşəkar, səriştəli jurnalistlərin arxa, peşə təhsili olmayan, ancaq zirəkliyi, mövzulara qəribə, qeyri-adi yanaşma üsulları ilə seçilən gənc müxbirlərin ön plana keçdiyi bir vaxtda onun kimi analitiklər də kara gəlməli idi. Bunları fikirləşən Talihə bəxtini sınamağa qərar aldı. Bir həftə ərzində tanıdığı qəzet redaksiyalarının hamısına baş çəkdi. Hər yerdə onu böyük hörmətlə qarşılayır, yazılarından məmnuniyyətlə söz salır, peşəkarlığını qeyd edir, sonra isə sizin kimi jurnalistlərə böyük ehtiyacımız var. Amma heyf ki, boş yerimiz yoxdur deyib yola salırdılar. Hər növbəti redaksiyanı tərk edəndə özünü təhqir olunmuş hiss edirdi. Qürurunun alçalmasına görə özünə acıq tuturdu. Amma dolanmaq üçün iş tapmaq lazım idi. Nəhayət, qəzetlərdən əli üzülən Talihə şəhərdəki xarici şirkət və firmalara üz tutdu. 30-dan çox ünvanda oldu, amma bu təşəbbüsü də uğursuzluqla nəticələndi. Talihə hər gün səhər tezdən evdən çıxır, gün ortadan keçəndə yorulub əldən düşmüş halda evə qayıdırdı. Arvadının əsəbilik keçirdiyini, həyəcan içində olduğunu görən Talih özünə məxsus sakitliklə ona təskinlik verirdi. İlk baxışda təmkinli görünən Talihə işsiz qalmağın əzabı yaxşı tanış idi. Ömrünü elmə həsr edən, neçə ixtirası ilə tanınan Talihin çalışdığı elmi tədqiqat institutu da bir ildən artıq idi ki, işçilərə maaş verə bilmirdi. Bir il idi ki, o hansısa partiyada vaxtını öldürürdü. Amma qazandığı qəpik quruş çörəyə ancaq çatırdı. Talihin iş tapmaq cəhdlərinin hamısı uğursuzluqla nəticələnmiş, o nəhayət əlini hər yandan üzmüşdü. Təbiətən şən, qaynayıb qarışan, ətrafı dost aşnalı Talih bu bir ildə dəyişmiş, sakit, baş aşağı olmuşdu. Son 10 ilini o, dəniz suyunun saflaşdırılması probleminə sərf etmişdi. Vaxtının çoxunu laboratoriyada keçirir, evə qayıdanda isə yazı masasının arxasına keçib çircırları və formulları ilə məşğul olurdu. Zəhməti hədər getməmiş, son dərəcə maraqlı bir ixtira etmişdi.
Amma onun bu ixtirası ilə maraqlanan, ona əhəmiyyət verən yox idi. Qapıları döyəndən, çoxlu müraciətlər edəndən sonra bütün bunlardan bezmiş, özünə qapanmışdı. Talehin işsizliyi az imiş kimi, indi də Talehə bu bəlaya düçar olmuşdu. Bütün axtarışların əbəs olduğunu bir dəfəlik anlayandan, ümidlərinin qapıları bağlanandan sonra Talehə birdən-birə həyat işqinin, yaşamaq həvəsinin söndüyünü, heç nəyə marağının qalmadığını dərk elədi. Xəstəxanadan qaçıb kör-körənə halda ayaqlarının arxasınca gedirdi. Başında anlaşılmaz bir ağrı dolaşırdı. Bu ağrı onu keydirdi. Ona elə gəlirdi ki, bir yerdə dayansa, müvazinətini itirib yerə yıxılar və bir də ayağa dura bilməz. Bir neçə saat yol ölçəndən, yorulub əldən düşəndən sonra heydən düşmüş ayaqları yenidən onu evə qaytardı. Qapını açan Taleh arvadını pəjmürdə görüb narahat oldu. Nə oldu, bir şey çıxmadı? Onun bu sualı Talehəni cin atına mindirdi. Bəlkə sən də iş axtarasan. Nəyimisən belə? Taleh incidi. Evdə yeməyə bir şey var bəyəm? Talehə sualla cavab verdi. Yoxdur, yemə. Ərinin sərt cavabı Talehənin hissini alovlandırdı. Mən yemərəm. Bəs uşaqlar? Onlar yazıq deyirlər. Bir həftədir evdə şordan başqa heç nə yoxdur. Tək sənin evin belədir. Şor tapmayanlar da var. Allahına şükür elə ki, osa da var. Özgələrin dərdi mənə qalmayıb. Məni yandıran odur ki, neçə aydır qapılar döyürəm, amma sənin tükün də tərpənmir. Özünə zəhmət verib iş axtarmaq fikrinə düşmürsən. Elə bil bu evin sənə heç bir dəxli yoxdur. Neynim? Gedib oğurluq edeyim? Oğurluğa qədər ki, bütün yolları keçmirsən bəyəm? Demirəm ki, dostların, qohumların kimi alver elə. Tutaq ki, üzü yolasan. Bu iş əlindən gəlmir. Bəs başqa iş niyə axtarmırsan axı? Sən çox axtardın, tapa bildin? Sən kişisən, yük də daşıya bilərsən. Demək istəyirsən ki, gedim hamballıq edim? Taleh səsini qaldırdı. Mənim istədiyim odur ki, ayağının üstündən aşırıb günlərini televizorun qabağında keçirməyi tərgidəsən, özünü ailə başçısı kimi aparasan. Taleh əlini zərblə stola çırpdı. Bəsdir, mənə ağıl öyrətmə, özüm bilərəm nə edərəm. O, əsəbi halda qonaq otağına keçib, qapını arxasınca çırpdı. Taleh son vaxtlar arvadının hər sözündən inciyirdi, hər iradı xətrinə dəyirdi. Ona elə gəlirdi ki, Talehənin sözlərinə zəhər qarışıb. Ürəyində arvadına bərk acığı tutmuşdu. Ondan zəhləsi gedirdi. Qınayan olmasaydı, dişinin dibindən çıxanı ona yağdırardı. Kinini, qəzəbini, hissini söyməklə dağıdardı. Amma bunu edən deyildi. Belə şeylər təbiətinə yad idi. Həm də bilirdi ki, arvadı nəyə dözsə də söyüşə, təhqirə davam gətirməz. İlk dəfə ürəyində küçə sözləri ilə, ən kobud, ən qaba sözlərlə söymək arzusu baş qaldırdı. Ömründə belə arzuda olmamışdı. Birazdan bu arzusu arvadını vurmaq, əzişdirmək arzusu ilə əvəz olundu. Sonra evdəki qab-qacağı sındırmaq, dağıtmaq istədi. Amma birazdan sakitləşdi. Aynabəndə çıxıb dərindən nəfəs aldı. Talehə içəri keçib çarpayısına uzandı. Balışı üzünə qoyub gözlərini yumdu, amma heç cür sakitləşə bilmirdi. Əsəbi halı, həyəcanı keçib getmirdi. Üstəlik beynini dağıdan dəhşətli ağrı da onu üzürdü. Əslində onu haldan çıxaran elə bu ağrı idi. Məktəbdən qayıtmış kiçik qızı Aytən onun üzündən öpüb, hansısa melodiyanı zümzümə edə-edə vanna otağına keçib çinməyə başladı. Birdən Talehənin yadına düşdü ki, işlə əlaqədar səfirlikdə işləyən bir tanışının yanına getməli idi. Ürəyində kiçicik, iynənin ucu boyda ümid işığı yandı. Bəlkə bir şey çıxdı, deyə düşündü. Tələsik geyinib mətbəxə keçdi, özünə çay süzüb içməyə başladı. Hara belə? Taleh acıqla ondan soruşdu. Gəzməyə. Talehə saymaz yana cavab verdi.
Sən də Süzen kimi gəzmək öyrənmisən deyəsən. Süzen ərinin hər gün televizordan tamaşa etdiyi Sabun operasının qəhrəmanı idi. Talehin onu gəzəyən qadına oxşatması xətrinə dəydi. Ona görə də acıqla dedi. Hər nə var gəzməkdə var. Görüm necə gedəcəksən? Ərinin səsində hədə var idi. O cavab vermədi. Çayını içib qurtarandan sonra çəkmələrini geyinmək istəyirdi ki, Talih qapını kəsdirdi. Özünü karlığa vurmusan? Sənə demədimmi heç yana getməyəcəksən? Bu nə danışıqdır? Səndən soruşuram, hara gedirsən? Utanmadan deyirsən ki, gəzməyə. Hara getdiyimi bilə-bilə niyə soruşursan? Mən nə bilim, hansı cəhənnəmə gedirsən? Çox yaxşı bilirsən, təkrarlamağa ehtiyac yoxdur. Səndə abur-həya qalmayıb. Talihin gözlərindən nifrət yağırdı. Nə? Nə dedin? Deməli, mən abırsızam, hə? Sən iş axtarmaqdansa, mən qapılara düşmüşəm ki, qəpik quruş qazanım. Üstəlik abırsız da olaram, hə? Lazım deyil mənə sənin işin. Qaxılıb otur xarabanda. Talih hirsindən tir-tir əsirdi. Hələ ki, mənim maaşımı yeyirsiz. Ay yazıq, sənin maaşın yavan çörəyə də çatmır. 1 ildir evin əşyalarını satıram. Onun pulunu yeyirik. Daha satmağa da bir şey qalmayıb. Görüm, indi nə yiyəcəksən? Sən mənə bəhanələr gətirmə. Allah bilir hansı cəhənnəmə gedirsən. Bu sözlər Talihənin olan qalan səbrini də əlindən aldı. Çantasını zərblə yerə çırpıb var gücü ilə çığırdı. Vicdansız! Talihə hiss etdi ki, dodaqları burnu keyiyir. Yataq otağına keçib qapını içərdən bağladı. Çarpayıya sərilib hönkür-hönkür ağlamağa başladı. Doyunca ağlayandan sonra yorulub sakitləşdi. Birdən nə fikirləşdisə, tələsik yerindən qalxdı. Özünü bir babat səliqəyə salıb, geyinib evdən çıxdı. Bayaqdan onu müşahidə edən Talih bu dəfə müqavimət göstərmədi. Küçələr yenidən onu qoynuna almışdı. Sel kimi yağan yağış ara vermək bilmirdi. Yollar başdan başa gölməçələrlə dolmuşdu. Çəkmələri su içində idi. Paltarı əyninə yapışmışdı. Yağış saçlarını, üzünü yuyurdu. Nə yağışın güclənib az qala şırnaqla yağmasından, nə də küləyin qalxmasından xəbəri var idi. Bircə onu bilirdi ki, gedir. Amma hara, niyə, nədən ötürü? Bunları duymaq, dərk etmək iqtidarında deyildi. Gözləri elə hey dolub boşalırdı. Yağış kimi onlar da yorulmaq bilmirdi. Utanmasaydı, elə buradaca, küçənin ortasında, adamların yanında hönkürərdi. Son ümidgahını, səfirlik binasını tərk edən anından eşitdiyi rədd cavabı qulaqlarından getmirdi. Sahil bağına haçan gəlib çatdığını bilmədi. Dənizə yaxın bir yerdə skamyada əyləşdi. Ətrafda ins-cins görünmürdü. Çiyinləri əsə-əsə hönkürməyə başladı. Küləyin vıyıltısı, yağışın şırıltısı onun səsini batırır, göz yaşlarını yuyub aparırdı. Xəzərin suyuna bir neçə damcı duz əlavə olunurdu. Xanım, çıx get evinə. Başının üstündə yaşlı bir kişi dayanmışdı. Talihə onu eşidir, amma nə dediyini anlamırdı. Naməlum adam gəldiyi kimi xəbərsiz getdi. Talihə indi yalnız bir şeyə təəccüblənirdi. Gözlərində nə qədər yaş vardı. Yağış kəsmək bilmədiyi kimi gözləri də qurumaq bilmirdi. Xanım, yazıqsan, xəstələnərsən. Bayaqki kişi yenidən peyda oldu. Gözləri kədərli idi. Talihə bunu o saat duydu. Nədənsə bu adama qarşı ürəyində bir mərhəmət hissi baş qaldırdı. Ömründə birinci dəfə gördüyü bu yad adama ürəyini açmaq, dərdlərini danışmaq, içini ovub dağıdan heyecanlarını bildirmək istədi. Kişi elə bil onun xəyalından keçənləri anladı. Ağla xanım, ağla, boşalarsan. Nə qədər ki ağlaya bilirsən, ağla.
yoxsa xəstələnərsən. Talihə minnətdarlıq dolu baxışlarını ona zillədi. Ağlamağına ara verdi. Dərdin böyükdür? Kişi bunu kədərlə soruşdu. Çox. Əziz adamını itirmisən? Bu sözlərdən Talihənin bədənini üşütmə tutdu. Əziz adamlarını gözləri qabağına gətirdi. Aygün, Aytən, Talih. Təsəvvür etdi ki, onlardan birini itirib. Bu fikirdən dəhşətə gəldi. Yox, heç kimimi itirməmişəm. Qorxunu içindən uzaqlaşdırırmış kimi cavab verdi. Onda çəkdiyin dərd deyil, çətinlikdir. Çətinliyi isə həll etməyə çalışmaq lazımdır. Bu naməlum adam onda qəribə bir etibar hissi oyatmışdı. Əyləşin, deyib ona yer göstərdi. Bu yaşlı adamın gecənin bu vaxtında kimsəsiz sahil bağında gür yağışın altında gəzişməsinin səbəbi nə idi? Sizə nə olub? Ehtiyatla soruşdu. Bugün rəhmətlik arvadımın ilidir. Allah rəhmət eləsin. Yəqin yaxşı insan idi. Yaxşı var. Deyəsən mehriban dolanmısınız. Elədir. Uşaqlarınız varmı? 3 oğlum var. Amma uşaqların öz yeri var, ömür gün yoldaşının öz. İndi yaşımın bu vaxtında tək tənha qalmışam. Oğlanlarını sizə baxmır? Baxmağına baxırlar, amma onları ayırmışam. Gəlinlərim növbə ilə evimin səliqəsinə, paltarlarımın təmizliyinə diqqət yetirirlər. Arada gəlib yeməyimi də pişirirlər. Amma dünyada heç kəs adama həyat yoldaşını əvəz edə bilməz. İnsan belədir, itirməsə qədir bilməz. Rəhmətə gedən günü anladım ki, onsuz mənim yaşamağımın heç bir mənası yoxdur. İndi hamı öz evində, isti ocağındadır. Mənsə tək tənha, yetim uşaq kimiyəm. Kişinin gözləri yaşla dolu idi. O, Talihəyə uzun, sınayıcı nəzərlə baxdı. Bəs sənə nə olub? Əziz adamını itirmiş bu adamın dərdinin yanında öz dərdi Talihəyə elə əhəmiyyətsiz göründü ki, ondan söhbət açmağı yersiz saydı. Heç, elə belə. Yəqin sizinkilər indi bərk narahatdırlar. Onlara yazığın gəlsin. Həyatda hər şeyə çarə var. Bir ölümdən savayı. Kişi bunu deyib ah çəkdi. Sonra əlavə etdi. Çıx get evinə, sətəlcəm olarsan. Elə dedi ki, Talihə dinməz söyləməz ayağa durdu. Müsahibinə təsəlli vermək, onun könlünü almaq üçün fikirləşib nə isə demək istədi, amma belə sözlər tapılmadı. Xudahafizləşib ondan aralandı. Talihə saatına baxdı. Gecə saat 12-yə 15 dəqiqə qalırdı. Metroya tərəf səmt götürdü. Zəng səsinə evdəkilərin hamısı çıxdı. Qızları sevinclə onun boynuna sarıldılar. Talih, bu nə vaxtdır? Deyə acıqla soruşdu. Amma onun qızarmış gözlərini, qəribə vəziyyətini görüb, həyəcanını gizlədə bilmədi. Bir şey olmayıb ki, deyə soruşdu. Nə olacaq ki? Bu sakit, müəmmalı cavabda nə vardısa, nə əri, nə də qızları daha heç nə soruşmadılar. Aygünlə Aytən ona əynindəki yaş paltarları soyunmaqda kömək etdilər. Sonra Aytən ona qısılıb ağlamsındı. Ayma, bizi qorxutma da. Qızının həyəcanını anlayan Talihə onun üzündən öpdü. Elə yorulmuşam, qoy yatım. Talihə yerinə haçan uzandığını, gözlərinin haçan yumulduğunu bilmədi. Yataq otağından inilti səsi eşidiləndə Talih hövlnak yuxudan oyandı. Bayaqki inilti təkrar olunanda bunun Talihənin səsi olduğunu anladı. Yataq otağının qapısını açdı.
arvadı çarpayısında qan tər içində idi. Yuxulu halda əlləri ilə boğazından nəyi isə açırdı. Yəqin yenə boğazına ilan sarılıb, deyə düşündü. Arvadına bu cür yuxuların əzab verdiyini bildiyindən əlini onun alnına qoydu. Sakitcə, onu yuxudan oyatmadan dedi. Talihə, qorxma, ilanı öldürdüm. Rahat ol. Talihə gözlərini açıb ona baxdı. Sonra yenidən yuxuya getdi. Bu dəfə sakit, dərin yuxuya. Onun arıqlayıb ovurları batmış zərif sifətinə kədərlə bir xeyli tamaşa etdi. Yuxulu halda da alnı dartılı, qaşları çatılı olan ömürgün yoldaşına ürəyində yazığı gəldi. İşləməkdən nazilmiş barmaqları, əllərinin üstündəki göy damarlar, əynindəki yuyulmaqdan nazilmiş pambıq gecə köynəyi, hər şey onun ürəyini qəmlə doldurdu. Ehmallıca, yuxudan oyatmaqdan çəkinə-çəkinə əlini onun saçlarında gəzdirdi. Əli balışa toxunanda onun yaş olduğunu görüb sarsıldı. Talihənin üzünə uzun, kədərli bir nəzər saldı. Onu bağrına basmaq, sonra isə ona sığınıb qayğısızca uyumaq necə də gözəl olardı. Bəs niyə bunu etmirdi? Bilmirdi. Nə isə vardı. Bu nə isənin nə adı vardı, nə kimliyi bilinirdi, amma o mövcud idi. O nə isə hər gün, hər saat talihi talihədən uzaqlaşdırır, evə bir yadlıq, ögeylik yayırdı. Talihə qızının geyinib evdən çıxmağa hazırlaşdığını hiss etdi. Amma yataqdan qalxmağa halı yox idi. Onu yola sala bilməyəcəyini düşünəndə qanı qaraldı. Aytən, çörək yemisən? Hə, ana. Bax, düzünü de ha. Dedim də. Güzgünün qabağında pul var, götürərsən. Yaxşı. Qapının örtülməsindən Talihənin xəbəri olmadı. Yuxu onu yenidən apardı. Ayılanda artıq saat 10 idi. Cəld yerindən qalxıb bayır qapısını içəridən kilidlədi. Gözü dünəndən güzgünün qabağına qoyduğu pula sataşdı. Aytən onu götürməmişdi. Yenə məktəbə piyada getdi, deyə kədərlə düşündü. Neçə gün idi ki, o pula kimsə toxunmurdu. Mətbəxə keçib əlini çaynikə toxundurdu. Bumbuz idi. Yenə çay çörəksiz getdi. Vaxtında oyanıb qızını yola salmadığına görə ürəyində özünü danladı. Aygünlə Talihin zəhərlər çörək yeməməsinə adət etmişdi. Amma onun totuq-motuq Aytəninin acılığa heç davamı yox idi. O hər 2-3 saatdan bir soyuducunu açıb, oradan yemək götürüb iştahla yeməyə adət etmişdi. Amma bir aydan artıq idi ki, o məktəbə ac yollanırdı. Evdəkilər danlayanda zarafata salırdı. Qoymazsız arıqlayım. Çaydanı qazın üstünə qoyub soyuducunu açdı. Bir parça yağdan və bir yarımçıq banka cemdən başqa burada heç nə yox idi. Yağa neçə gün idi ki, heç kəsə əl vurmurdu. Ərzaq qablarını bir-bir yoxlamağa başladı. Hamısının içi boş idi. Kartof qabında 2-3 kartof və bir neçə soğan qalmışdı. Birazdan mətbəxə qaynanmış çayın tünd qoxusu yayıldı. Özünə çay süzüb, yağ, cem çıxardı. Dünəndən dilinə bir loxma çörək dəyməmişdi. Amma qızlarının, ərinin evdən ac çıxdıqlarını düşünəndə vicdan əzabı çəkdi. Çayı qəndsiz içib qonaq otağına keçdi. Son bir ildə onlar birdən-birə müflisləşmişdilər. Aygün Politexnik İnstitutuna daxil olmuşdu. Dəbdəbəli geyinən bir çox yaşıdlarından o, kəskin şəkildə fərqlənirdi. Dərslərinə, kitablara həddindən artıq aludə idi. Talihəyə elə gəlirdi ki, Aygün kədərini dağıtmaq üçün vaxtını dərslərə sərf edir. Hamı kimi geyinib keçinə bilmədiyi, həmyaşıdları kimi kafelərdə yemək yeyə bilmədiyi üçün belə edir. Birdən uşağı xəsis sanar, onu təkləyərlər, deyə bəzən fikrindən keçirdi. Bir tərəfdən qızının dərslərə çox vaxt sərf etdiyini görüb istənir, heç zamanı uşağı deyil, istəmirəm belə olsun, biraz diribaş olsa yaxşıdır, deyə fikirləşir. Digər tərəfdən sevinirdi ki, qızının tələbləri ancaq kitablarla,
dərsliklərlə bağlıdır. 9-cu sinifdə oxuyan Aytən xasiyyəti, boy buxunu, görkəmi ilə böyük bacısından fərqlənirdi. Şux təbiətli, deyib gülən, geyinməyi sevən idi. Amma o da heç vaxt mənə filan şey alın deməz, anasının, bacısının geyilmiş paltarları ilə ötüşərdi. Qızları sarıdan Talihənin bəxti gətirmişdi. Bu vaxta kimi onun bir sözünü iki eləməmişdilər. Elə Talih də onun sözündən çıxan deyildi. Adətən səsli küylü, sözlü söhbətli olan, həmişə bir canlanma duyulan bu evdə son zamanlar qəribə bir sakitlik yaranmışdı. Hərə öz aləminə çəkilmişdi. Talihə şkafın boşalmış gözlərinə baxıb köksünü ötürdü. İllər boyu alıb qızlarına cehiz yığdığı qabların boş yerləri onun qəlbini ağırtdı. Hər dəfə pulları qurtaranda qonşuları Naibəni köməyə çağırırdı. Naibə alverçi idi. Ehtiyac qapını kəstirən kimi Talihə qab-qacaqdan, pal-paltardan birini, ikisini qonşusuna verir, Naibə də onları satıb yarı qiymətini ona qaytarırdı. Beləliklə Talihə bir təhər ailəni yola verirdi. Qapının zəngi çalındı. Bu vaxt kim ola, deyə düşündü. Ayaq barmaqlarının ucunda qapıya yaxınlaşıb ehtiyatla gözlükdən baxdı. Rəfiqəsi Adilə idi. Zəng bir neçə dəfə səsləndi. Sonra Adilə üzbəüz qonşunun zəngini çaldı. Maral qapıda göründü. Talihə onların söhbətinə vicdan əzabı ilə qulaq asdı. Talihə gil bir yana getməyib ki. Dünən evdə idilər. Bəs bugün onları görməmişəm. Xahiş edirəm Talihəyə çatdırasız ki, Adilə gəlmişdi. Talihə mətbəxi keçib pəncərə pərdəsinin arxasından gözləri ilə Adiləni ötürdü. Xəcalət təri onu bürüdü. Amma yadına düşəndə ki, qonaq qabağına qoymağa evdə heç nə yoxdur, qapını açmamaqda düzgün hərəkət etdiyini anladı. Bu dəfə qapının zəngini çalan Aytən idi. Talihə qapını açıb Aytənin soyuqdan qızarmış yanaqlarından öpdü. Acımısan? Yeməyə bir şey var? Hə, kartof qızartmışam. Nə yaxşı? Talihə çörək doğradı, duzlu xiyar çıxardı, boşqaba kartof qoydu. Aytənin iştahla necə yediyinə tamaşa etməyə başladı. Az qalmışdı yadımdan çıxsın. Aytən yerindən qalxdı, əlində pul geri qayıtdı. Naibə xala verdi. Hə, ona satmağa güldan vermişdim. Talihə bunu günahkarcasına dedi. Kapitalizm, keçmiş sosializm şəhərinə qəti, dönməz addımlarla daxil olurdu. Bunu küçələrdə addım başı təsadüf olunan dilənçilər, ağzına kimi dolu mağazalar, içəri girməyə ürək eləməyib onların yanından ötüb keçən kasıblar bir daha sübut edirdi. Talihə bir zamanlar həvəslə gəzişdiyi, yaşıllıqlarla əhatə olunmuş bir mərtəbəli fin evlərini yerləşdiyi məhəlləyə çatanda gözlərinə inanmadı. Çoxdan buralara yolu düşmədiyindən baş vermiş dəyişikliklər onu sarsıtdı. Yaşıl və güllü çəpərləri indi 2-3 metr hündürlüyündə daş hasarlar əvəz etmişdi. Əvvəlki üstü qırmızı kirəmitli, bir mərtəbəli səliqəli evlərin yerində 2, 3, 4 mərtəbəli dəbdəbəli imarətlər ucaldılmışdı. Əvvəlki balaca evlərin görkəmi, buradakı həyətlərin səliqə sahmanı, gülü, çiçəyi həmişə onu heyran edərdi. İndiki evlərin əzəmət və ehtişamı isə bu soyuqluğu verirdi. Şəhər artıq formalaşırdı. Mərkəzdəki yaxşı evləri imkanlılar alırdılar. İmkansızlar isə tədricən şəhər ətrafı yerlərə köçürdülər. Belə alver hər iki tərəfi qane edirdi. Kasıblar aldıqları pula öz kasıblıqlarını edir, varlılar isə səylə təmir işlərinə başlayır, məişətlərini yüksək cəmiyyətin tələblərinə uyğun şəkildə qurmağa çalışırdılar. Talihə evə çatanda artıq hava qaralmışdı. Maralla qızlarının həyətdə oturub onu gözlədiklərini görəndə təəccüblədi. Xeyir ola, deyə soruşdu. Xeyirdir. Bayaq 6-cı mərtəbədə yaşayan İngilis bizə gəlmişdi. O deyirdi ki, bir dostu bizim binamızda ev almaq, yaxud kirayə etmək istəyir. Ayda $300 verəcəklər. Xahiş elədi ki, sizə də deyim. Talihə eşitdiyi xəbərdən sarsıldı. Uzaq ölkədən gəlib şəhərin göbəyində rahatca yaşayan,
İstədiyi evi satın almağa hazır olan, buna imkanı çatan bu əcnəbi onun ürəyində qarşısı alınmaz nifrət oyatdı. Talihəgilin 18 mənzilli bloklarında artıq 8 mənzilli əcnəbilər kirayəyə götürmüşdülər. Ev yiyələri, onun jurnalist həmkarları imkansızlıq üzündən öz rahat mənzillərini kirayə verməyə, özləri isə ya şəhərin ucqarında ev tutmağa, ya da yenidən valideynlərinin mənzillərinə sığınmağa məcbur olmuşdular. İndi belə bir təklif ona da edilirdi. Mən bu evi 15 il növbə gözləyəndən sonra almışam. Təsəvvür edirsənmi bu nə deməkdir? Cəmi 5 ildir ki, adam kimi yaşayırıq. Talihənin səsi titrədi. Qərini boğmaq üçün sustu. Maralın günahkarcasına ona baxıb heç nə demədiyini görəndə səhvini anladı. Bunları ona niyə deyirdi? Əcnəbinin təklifini ona çatdırdığına görə günahkar idimi? Talihə bu dəfə üzünə mülayim ifadə verdi. Evi vermək fikri olmadığını bildirdi. Sonra oradan-buradan söhbət salıb Maralın könlünü almağa çalışdı. Amma onunla xudahafizləşib qızları ilə evə gələndə adsız, ünvansız kədər yenə onu yaxaladı. Evdəkilərə hiss etdirmədən yataq otağına keçdi. Oradan çıxanda gözləri qızarmışdı. Aygün diqqətlə ona baxıb heç nə demədi. Artıq anasının belə halını adət etmişdi. Aytən isə özünə xas nəvazişlə, "Ma, nə oldu bey?" dedi. Elə dedi ki, qızına yazığı gəldi. "Sənin kimi ana olar," deyə ürəyində özünü söydü. "Uşaqları doyunca yemək yedirdə bilmirsən, paltar geyindirə bilmirsən, heç olmasa üzün gülsün. Yoxsa səhər axşam üzündən zəhrimar yağır." Özünü tox tutmağa, şən göstərməyə çalışdı. Amma bu çox süni alınırdı. Qəmli olduğun halda şən görünməyə çalışmaqdan çətin məşğuliyyət yoxdur. Amma Talihə rola girmişdi. Özünə söz vermişdi ki, axıra kimi oynayacaq. "Uşaqlar, kim bir nəfəsə siz internasionallaşdırılmışlardansınızmı deyə bilər?" deyə o qızlarından soruşdu. Aygün də Aytən səylə həmin sözü deməyə çalışır, amma heç cür deyə bilmirdilər. Gülməli sözlər alınırdı. Hər üçü uğunub gedirdi. Sonra başqa, mənasız şeylərdən danışmağa başladılar. Heç nədən araya gülməli söz düşür, yenidən bir yerdə uğunub gedirdilər. İşdən gec qayıtmış Talih evdəki bu şən əhval-ruhiyyəni görüb sevindi. Çoxdan onları belə görməmişdi. Ancaq sövq təbii onu da hiss etdi ki, bu sevincin arxasında nə isə var. Qəhqəhə çəkən arvadının gözlərindəki kədəri görməmək mümkün deyildi. Şam yeməyindən sonra Talihə Maralın təklifini ərinə dedi. Talih özünə məxsus soyuqqanlıqla, "Hansı axmaq öz rahat evini qoyub harası gedər?" dedi və söhbət bununla bitdi. Qonaq otağında televizora baxan Talihə Aytənin səsinə dəhlizə çıxdı. "Ana, tez ol bura gəl, Arifgil köçür." Mətbəxin pəncərəsindən ev əşyaları yüklənmiş maşını görəndə Talihənin ürəyi sıxıldı. Yük maşınının yanında dayanmış Arifin 8-9 yaşlarında oğlunun gözlərindən pərişanlıq yağırdı. Adətən səsli küylü olan Dəcəl məhəllə uşaqları onun ətrafına toplaşıb Arifin 2 kişi ilə şey maşını necə yüklədiyinə tamaşa edirdilər. Binanın eyvanlarında kimsə gözə dəymirdi. Yəqin bu qəmli mənzərəni görməmək, köçənlərin narahatlığını artırmamaq üçün Talihəgil kimi hiss etdirmədən onları seyr edirdilər. 7-8 il əvvəl bu həyətə dolu maşınlar gələndə bu ümumi sevincə səbəb olardı. Hamı təzə qonşuların kim olduğunu öyrənmək üçün eyvanlara çıxar, onlara maraqlı tamaşa edərdi. Ondakı mənzərə indiki ilə müqayisə oluna bilməzdi. İllər boyu ev növbəsində dayanmış, böyük çətinliklərlə istədiklərinə nail olmuş adamlar onda öz sevinclərini bölüşməyə fürsət axtarırdılar. İndiki mənzərə isə tamam başqa idi. Köçənlərin hiss və həyəcanlarını anlamaq o qədər də çətin deyildi. Onlar köçmələrinin əsas səbəblərini gizləsələr də, müxtəlif bəhanələr gətirib, yalanlar uydursalar da, səbəbi hamı bilirdi və buna görə də sözü bir yerə qoyublarmış kimi
Heç kəs köçən qonşuları sorğu-suala tutmurdu. Kədərlə onların öz doğma ocaqlarını tərk etmələrinə tamaşa edənlər ürəklərində düşünürdülər ki, belə bir faciə sabah onların da başına gələ bilər. Arifgilin hara, niyə köçdüklərini düzəmməli heç kəs bilmirdi. Ancaq Talihə üçün sir deyildi ki, həmkarı 8 ay işsiz qalandan sonra evini kirayə verməyə qərar alıb. Onlar müvəqqəti olaraq valideynlərinin yanına köçürdülər. Yenicə qonaq otağına keçmişdi ki, telefon zəng çaldı. Danışan rəfiqəsi Rasimə idi. O, bir nəfər tanışının fəlsəfə tarixinə dair kitablar satın almaq istədiyini bildirdi. Rasimə tələb olunan kitabların adlarını ona bir-bir yazdırdı. Bunların hamısı Talihənin şəxsi kitabxanasında var idi. Rasimə bunu yaxşı bilirdi. Onun pula ehtiyacı olduğunu da hiss edirdi. Neçəyə alır? Talihə boğuq səslə soruşdu. Hər kitaba 2-3 şirvan verəcək. Yaxşısı budur, özün alver elə. Alverlik halım yoxdur. Ünvanı ver, gəlib kitablar aparsın. Telefon dəstəyini yerinə qoyanda Talihənin ürəyindən qəribə, bu vaxta qədər ona tanış olmayan bir ağrı keçdi. Elə bil nə isə qiymətli, əvəzsiz bir şeyini itirmişdi. Neçə il əvvəl bu kitabları Moskvadan alıb gətirmişdi. Aspiranturada oxuyan Talihə onların köməyi ilə minimumlarını vermiş, dissertasiyasını yazıb başa çatdırmışdı. Amma maddi çətinliklər ucbatından, elmdən soyunmuş, müdafiəsi yarımçıq qalmışdı. İndi bu kitablar ona lazım deyildi. Şkafda yer tutmaqdan başqa heç nəyi yaramırdı. Amma buna baxmayaraq onlarla vidalaşmaq Talihə üçün çətin idi. Telefon yenidən səsləndi. Rasimənin tanışı idi. O, almaq istədiyi kitabların vəziyyəti ilə maraqlanırdı. Onların hamısının son illərin nəşrləri olduğunu və əla vəziyyətdə saxlandığını biləndə yarım saatdan sonra onlara gələcəyini deyib ev ünvanını soruşdu. Doğrudan da heç yarım saat keçməmiş həmin adam gəldi. O, təxminən 57-60 yaşlarında ucaboy arıq kişi idi. Nəzakətlə salam verəndən sonra qonaq otağındakı stolun üstünə yığılmış kitabları diqqətlə nəzərdən keçirməyə başladı. Bu da sizin 26 şirvanınız, deyə kişi pulu stolun üstünə qoydu. Niyə belə az? Bunların hamısı nadir və qiymətli kitablardır. Həm də Rasimə dedi ki, siz ona hər kitaba 2-3 şirvan verəcəyinizi vəd etmişsiniz. Yaxşı, 4 şirvan da əlavə edirəm. Razısınızmı? Talihə heç nə demədi. Ömründə alver etmədiyi üçün qiymətdə sövdələşmək ona çox çətin gəlirdi. Talih bir tərəfdə dayanıb sakitcə onları tamaşa edirdi. Kitabların pulu ilə bir neçə gün dolamaq olardı. Səhər güzgünün qabağında daranan Talihənin diqqətini çarpayısının yanında dayanıb könülsüz halda paltarını əyninə geyinən Talih cəlb elədi. Ayaqları elə uzun, elə arıq görünürdü ki, ərinə yazığı gəldi. Bir dəri, bir sümük idi. Talihə yavaşca qapını açıb çölə çıxdı. Bugün heç kəslə rastlaşmaq, heç kəslə kəlmə kəsmək istəmirdi. Bugün həyatında yeni bir dövr başlanırdı. Əlvida hisslər, həyəcanlar, duyğular dolu həyat. İndi o soyuq, qəlbsiz, hər şeyin hesabatını aparan, dövrlə ayaqlaşan adam olacaqdı. Bəs yaradıcılıq? Fikirlərinin hansısa hissəsindən sızıb çıxan bu söz onu cin atına mindirdi. Ürəyində yaman hissləndi. Ətin tökülsün sənin. Yaradıcılıq filan nədir? O nə olan şeydir? Kimə gərəkdir? Bəyəm yaradıcılığı çörəyi sürtüb yeyirlər? Bəlkə çay yerinə içirlər? Yaradıcılıq, yox bir sənət. Nə gülməli sözlərdir. Talihə fikirlərinin istiqamətini dəyişdi. Nəhayət ki, işim var, maaş alacağım. Gör neçə aydır evə 1 manat da gəlmir. Gərək yaxşı çalışım, məndən narazı qalmasınlar. Yoxsa Allah eləməmiş, bu iş də əlimdən çıxar. Onun ümid işığı daş hasarın içində yerləşən gözəl bir ev idi. Zəngin düyməsini bastı. Qapını yaşlı bir qadın açdı. Gəlmisiniz? Xanım indicə sizi soruşurdu. Gözləyin, indicə sizi qəbul edəcək.
Bura əslində evdən çox qəsrə bənzəyirdi. Soyuq, gözəl qəsrə. 2 metr hündürlüyündə hasarın o tərəfində Talihənin adət etdiyi, özünün də iştirakçısı olduğu həyat dövr edirdi. Bu tərəfində isə onun indiyə kimi təsəvvürünə belə gətirə bilmədiyi, ağlına yerləşdirməkdə çətinlik çəkdiyi yeni, fərqli bir dünya var idi. İndi onu qəbul edəcək xanım bir vaxtlar redaksiyada korrektor işləmiş, işin öhdəsindən gələ bilmədiyinə görə uzaqlaşdırılmış Simuzər idi. Onun əri, orta təhsilli Akifin Bakıda bir neçə ticarət köşkü var idi. Mənə nə? Deyə qəmli fikirləri özündən uzaqlaşdırmağa çalışdı. Qonşu binada yaşayan kimsəsiz qoca professor, nəvəsi yaşda kommersantın maşınını yumurmu? Müəllim tanışlarının neçəsi xaricilərin evlərində qulluqçu işləmirmi? Talihə Simuzərin 5 yaşlı oğluna həm dayəlik etməli, həm də ona rus dilini öyrətməli idi. İş vaxtı səhər saat 9-dan axşam saat 5-ə kimi olmalı idi. 5 dəqiqə ona 1 saat qədər uzun göründü. Nəhayət, içəri otağın qapısı açıldı və Simuzər xanım oğlu ilə zala daxil oldu. Axşam Talihə özünü illər yorğunu kimi hiss edirdi. Saatın əqrəbləri saat 5-in üstündə dayananda, evdəkilərlə sağollaşıb qapıdan çıxmaq istəyirdi ki, Simuzər xanım əlindəki 2 zibillə dolu 2 kağız torbanı ona uzadıb dedi: "Bunu küçədə zibil qabına atarsan." Bu hökm dolu tələb Talihəni sarsıtdı. Kim bilir, bu qara xanım ondan həlimcəsinə xahiş etsəydi, bəlkə də inciməzdi. Amma o əmr edirdi. Talihəyə elə gəldi ki, indicə aldığı gözlənilməz zərbə boynu balacalaşdırdı. Onu yazıq görkəmə saldı. Torbaları götürüb qapıdan çıxdı. Onları küçənin başındakı zibilliyə tullayıb ağır addımlarla, yorğun halda avtobus dayanacağına sarı getdi. Səkinin o üzündə dayanıb arvadının, neçə-neçə kitabın müəllifinin, özgə evinin zibilini necə atdığını tamaşa edən Talih, sinəsini dəlib çıxan hönkürtünü başqaları eşitməsin deyə yaxınlıqdakı bağa tələsdi. Adamsız, sakit bir güşədə oturub əlləri ilə başını tutdu. Onun vüqarlı talihəsi bugün elə yazıq, elə köməksiz, elə aciz, elə müti, elə miskin idi. Talih dünyada hər şeyini qurban verməyə razı idi. Təki bayaq ki anlar həqiqət olmasın, təki onlar yuxu olsun. 3 aya yaxın idi ki, Talih evə gec gəlirdi. 3 ay idi ki, onun eyni açılmırdı. Hər gün qaranlıq düşəndə evə dönür, adəti üzrə divanda yerini rahlayıb televizora tamaşa edirdi. Heç kəsdən heç nə xahiş etmir, qabağına yemək qoyulanda yeyir, elə oradıcı yuxuya gedirdi. Onun bu qəribə həyat tərzi Talihəni əsəbləşdirirdi. O zahirdə özünü təmkinli, səbirli, sakit aparsa da, daxilində qəzəbdən coşub daşırdı. "Haradaydın?" sualına Talih həmişə eyni cavabı verirdi. İşdə. Eyni sual və eyni cavab demək olar ki, hər gün təkrar olunurdu. Talihə içinə yığılmış hikkəni güclə udur, təmkinini pozmamağa, qızlarının yanında artıq sözə, hərəkətə yol verilməyə çalışırdı. Talih isə arvadının bu halına qətiyyən məhəl qoymurdu. Son vaxtlar onları nə isə bir-birindən uzaqlaşdırırdı. Naməlum bir qüvvə onların arasına bir soyuqluq, yadlıq salırdı. Talih yaman dəyişmişdi. Hansısa layihə institutunda aparıcı mütəxəssis işinə düzəldiyi bu 3 ay ərzində o başqalaşmış, yadlaşmışdı. Hər gün televizorun qabağında yuxuya gedir, bəzən səhəri elə paltarlı halda açırdı. Günlər keçdikcə Talihənin ərinə daha çox acıq tutmağa başlayırdı. Qısqanclıq zəhərli ilan kimi gündə 100 dəfə onun ürəyində baş qaldırırdı. Yəqin kimsə var, vaxtını onunla keçirir, yoxsa belə hissiz, duyğusuz olmazdı, deyə ürəyində öz-özünə fikirləşirdi. Səhər Talih evdən çıxanda, Talihə hiss etdirmədən onun izinə düşdü.
Elə getmək lazım idi ki, həm aralarında məsafə olsun, həm də Talih onu görməsin. Talih avtobusa minəndə Talihə taksi saxladı. Qabaqda gedən avtobusun arxasınca gedəcəyik. Bütün dayanacaqlarda saxlayacaqsan. Dəniz vağzalının yanında Talih avtobusdan düşüb köpə halında yığışmış kişilərə yaxınlaşdı. Talihə qul bazarını o saat tanıdı. Birdən bədənini üşütmə tutdu. Yalnız indi fikir verdi ki, Talihin əynində köhnə kostyum var. Biraz uzaqda saxla, qardaş. Talihə qəhərini güclə boğub dilləndi. O, maşının içindən əlini süzür, onun arıqlayıb tanınmaz hala düşmüş doğma sifətinə kədərlə baxırdı. Ford markalı təzə bir maşın kişilərin yanında dayandı. Sürücü maşının pəncərəsindən başını çıxarıb səsləndi. 2 fəhlə lazımdır. Kişilər maşına tərəf qaçdılar. Talih də onların arasında idi. Yük maşını blokun ağzında dayanmışdı. Talihə gil köçürdü. Bu dəfə onların növbəsi idi. Bu köçlə onlar gedəcəkdilər. Hara, niyə, nədən ötürü? Bu sualları çoxdan heç kəsə vermirdi. Əslində onları verməyin mənası da yox idi. Yaddan çıxan şey qalmadı ki, Talih bomboş qonaq otağında dayanıb, kədərlə onu süzən arvadından və qızlarından soruşdu. Telefon zəng çaldı. Lakin heç kəs dəstəyə yaxınlaşmaq istəmirdi. Onlar danışmaq, cavab vermək iqtidarında deyildilər. Telefon inadla, uzun-uzadı səslənirdi. Nəhayət, Talihə könülsüz halda dəstəyi qaldırdı. O, güclə eşidiləcək səslə danışırdı. Birdən həyəcanla bağırdı. Nə? Nə dediniz? Ola bilməz. Onun həyəcanı evdəkilərə də sirayət etdi. Onlar Talihənin ağarmış bənizinə baxır, nə baş verdiyini soruşmağa qorxurdular. Talihə göz yaşları içində güc bəla ilə bu sözləri deyə bildi. Talih, Londondan zəng etmişdilər. Layihən Grand Prix-yə layiq görülüb. Səni mükafatın təqdimat mərasiminə dəvət edirlər. Talih Grand Prix-nin məbləğini bildiyindən şokdan çıxa bilmirdi. Qulaqlarında atasının sözləri təkrar səslənirdi. Oğlum, çəkilən zəhmət heç zaman itmir. Talihə ilə qızları bir-birinə qısılıb, çoxdan bəri şadlığa tamarız olan ürəklərini bu böyük sevincə öyrəşdirməyə səy göstərirdilər. Dördünün də gözlərində qəm var idi. Amma bu, ağ qəm idi. Onun içində ümid işığı yanırdı. 1990-cı il.